Herkese salamlar. Mən Sara İsmailova. Bugün sizə UWC-SA East kampusunda bir günümün necə keçdiyini göstərmək istəyirəm. Bu dərslərdən sonra dincəlmək və söhbət etmək üçün gözəl, rahat, sakit güşələrimizdən biridir. Burada istədiyimiz qədər güllər əkib böyütmək də mümkündür. Futbol, handbol və ya softbol kimi idman növləri bu meydançada oynanılır. Əlbəttə ki, hava şəraiti buna imkan verəndə. Çünki burada hava çox rütubətli olduğundan tez-tez aramsız yağışlar yağır. Kampusda 4 blok var. A bloku musiqi üçün, B bloku ətraf mühit elmləri və təşəbbüsləri üçün, C bloku ibtidai və orta məktəbi üçün, D bloku isə riyaziyyat və ingilis dili üçündür. Bu isə bizim ingilis dili otağımızdır. Divarda xatırlatmalar və şagirdlərin hazırladığı plakatlar var. Oxumaq üçün tələbələr geniş və zəngin kitabxanadan istifadə edirlər. Burada müxtəlif dillərdə axtardığımız kitabları tapmaq mümkündür. Dillərlə müxtəlif mövzuları müzakirə etmək və əlavə dəstəyə ehtiyac olduqda tapşırıqları həll etmək üçün Learning Hub adlı bir mərkəz də var. UWC-SA kampusunda bir günü belə keçir. Baxdığınız üçün təşəkkür edirəm.